Sponsoru AAF Park Yaşayış Kompleksi. Zalatoya Zvezda məhsullarıdır. Axşamınız xeyir. Efirdə Azayda Balayevanın üz-üzə toxuşumusudur. Azərbaycan yazıçılarının əsərlərini oxunmur. Bu mövzu son günlər ədəbi ictimaiyyətin ən çox müzakirə etdiyi məsələlərdəndir. Azərbaycanın kitab bazarında kifayət qədər söz sahibi olan Əli və Nino kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli hesab edir ki, Azərbaycan yazarlarının əsərləri maraqlı olmadığını, yəni zəif yazıldığından oxucu da ona üstünlük vermir. Daha çox xarici ədəbiyyatı oxuyur. Amma təbii ki, yazarlarımız bu fikirlə razı deyil. Həm yazarlarımızın, həm də Nigar xanımın argumentlərini bu studiyada işləyəcəyik. Üz-üzəyik. Azərbaycanda elə parlaq yazıçı yoxdur ki, kitabı yaxşı satılsın, kitab bazarında çevriliş etsin. Əli və Nino kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bu qənaətdədir. Xanım iş adamının fikrincə Azərbaycan yazarlarının əsərləri maraqsız olduğuna görə satılmır. Məhz bu səbəbdən artıq xanım Köçərli şirkətinə daxil olan mağazalara kitab qəbuluna məhdudiyyətlər tətbiq edir. Maraqlı kitabdırsa 200-300 ədəd götürə bilərik. Bu 2-3 aya satılacaq. Satılmayacaqsa götürməyin mənası yoxdur. Bizim anbarımızda faciəli vəziyyətdir. Yerli yazarların orta hesabla 5-6 min kitabı yığılıb. Biz bu kitabları nəinki sata bilmirik, həmin yazarlara qaytara da bilmirik. Yalvarırıq ki, gəlin aparın. Əli və Nino kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli. Nigar xanım, ilkin olaraq fikirlərinizlə tanış olduq, tamaşaçılarla tanış olduq. Mənim üçün maraqlıdır. Siz fikrinizdə qalırsınızmı? Vəziyyət belədir. Yəni çox acınacaqlı, çox faciəli vəziyyətdir, amma belədir. Hər bir ölkədə yerli yazarlar daha çox oxunur, nəinki xarici tərcümələr, amma bizdə belə deyil. Yəni əgər xarici dünya tərcümələri tutaq ki, dediyim kimi, yəni böyük tirajlarla çap edirik və bunlar oxunur. Bu kitablar yerli yazarlardan nədənsə bax, vəziyyət belədir. Fikrinizi ifadə etdikdən sonra, yəni cəmiyyətdəki həm ədəbi ictimaiyyət, həm yazarlar, həm də ki oxucular arasında narazılıqla qarşılandı bir çox tərəflərdən. Mən tamaşaçılara öncə sual vermək istəyirdim. Tamaşaçılardan sual varsa, sonra təbii ki yazarların da mövqələrini alacağıq. Buyur. Belə bir sual məndə yaranır ki, Azərbaycanda çox görkəmli ədiblər, yazıçılar olubdur. Yəni sizin bu cür fikirlə çıxış eləməyiniz, onlara qarşı hörmətsizlik olmurmu? Baxın, sual verilib. Nəyə görə Azərbaycan kitab bazarında yerli yazarların əsərləri elə də yaxşı satılmır? Bu bir faktdır. Siz əgər onlara qarşı belə hörmətsizlik edirsinizsə, deyirsiniz ki, oxunmur, anbarlarda qalır belə elə. O elədirsə, deməli siz ancaq pul qazanmaq məqsədi ilə o kitab evində rəhbəri kimi işləyirsiniz. Bir fakt olaraq yazarların kitabları yaxşı satılmır. Belə olmamalıdır. Mən tamamilə bununla razı deyiləm. Bir Azərbaycanlı kimi mən hesab edirəm ki, Azərbaycan yazarların kitabları daha yaxşı satılmalıdır. Yazarlarımızın da mövqeyi var, qısa süjetimiz var, ona da baxaq. Söhbətimizi davam etdirərik. Bir qonağımız da olacaq, onlardan biri. Yazıcı Şərif Ağayar kitabların satışının aşağı olmasında bu sahədə ixtisaslaşmış mağazaları günahlandırır. Onun qənaətinə görə kitab mağazalarında kitabı tanımayan, ədəbi mühitdən xəbəri olmayan satıcılar işləyir. Yazıcı Seymur Baycan isə bildirir ki, kitab satışı bir-iki adamın, bir saytın həll edə biləcəyi məsələ deyil. Bununla hər kəs məşğul olmalıdır. 2-3 adamın qalxıb xalqa kitab oxutturması mümkün olan iş deyil. Yüngül ədəbiyyatın alıcısı çox, biraz intellektual ədəbiyyatın isə alıcısı az olur. Çünki şuurlu insanların sayı, şuuru inkişaf etməmiş insanların sayından azdır. Gənc yazar Günel Mövlud məsələyə münasibətini ötən əsrin əvvəllərində yaşamış dünya şöhrətli yazıcı Frans Kafkanın bir xatirəsi ilə bildirib. Bugün kitab dükanına baş çəkdim. Cəmi 10 kitabım satılmışdı. Sevindim. Düzü 9-unu özüm almışdım. Amma sevinirdim ki, birini başqa kimsə alıb. Nigar xanımı bu baxımdan qınamaq lazım deyil ki, o kitab dükanı sahibidir. Onun işi satmaqdır. O kitaba, yazara doğrudan da piştaxta arxasından baxmalıdır. Çünki onun yeri sözün məcazi mənasında piştaxta arxasındadır. Bu piştaxtadan o hansı yazarın kitabını sata bilirsə, o yazar yaxşıdır. Şair Akşin Yense isə düşünür ki, gənc yazarların kitablarına o qədər də tələbatının olmaması onların yazıcı olmadığı anlamına gəlmir. Belə çıxır ki, Qaraqan, Varis yaxud da cürbəcür dedektiv əsərlər yazan uşaqların kitabları satılırsa, onlar yaxşı yazıcıdır. Hesab edirəm ki, alversin meyarını sözə,
ədəbiyyata tətbiq etməkdə Nigar xanımın mövqeyi kökündən yanlışdır. Yazıcı Akşin Yenisey. Qısaca sizlə tanış olduq, amma ətraflı, yəni necə fikirləşirsiniz? Azərbaycan oxucusu nəyə görə Azərbaycanlı yazarların əsərlərinə pul xərcləmək istəmir? Əslində Azərbaycan oxucusu anlayışı özü biraz qəribə anlayışdır. Yəni belə bir brend yoxdur. İkincisi, Nigar xanımı bu məsələdə ittiham etmək o qədər də doğru deyil. Niyə? Çünki Nigar xanım kitab ticarəti ilə məşğuldur. O, satdığı məhsulu reklam eləməyə məhkumdur. Azərbaycan oxucusu özü düşünməlidir ki, o estetik baxımdan hansı yazıçını oxuyacaq, necə oxuyacaq. Amma yoxdur axı elə bir oxucu. Azərbaycanda şairlər özləri yazır, yazıçılar özləri yazır, özü oxuyur. Amma qaldı ki, Nigar xanımın bir məsələdə yanlışlığa yol verilməsi ondan ibarətdir ki, Nigar xanım artıq özün ədəbiyyat etalonu kimi görür. Yəni, mən kitab satıramsa, hansı kitab çox satılırsa, o deməkdir ki, mənim estetik bədii zövqüm bir etalondur. Siz bu cür yazmalısınız ki, mən o kitabı sata bilim. Mən əgər sizin kitabı sata bilmirəmsə, yığılıb dükanda qalırsa, deməli siz yazıcı deyilsiniz. Bu tamamilə, belə deyək, yol verilməz münasibətdir, mənim düşüncəmə görə. Amma Nigar xanım orada haqlıdır ki, bəli, doğrudan da bizi oxuyan yoxdur. Mənim məsələn, Azərbaycanda üst-üstə gəlsək, 1000 nəfərdən o tərəfə oxucum yoxdur. Yəni, mənim kitabım çap olunsa, reklamı da olub şeirlərin, yazıların. 1000 nəfərdən artıq oxucum yoxdur. Mən Şahbaz bəydən necə indi durum tələb edeyim ki, mənim kitabımı 5000 tirajla çap edeyim? Yoxdur da, alan yoxdur. Amma tutaq ki, məsələn, Qaraqan bəy rep vasitəsi ilə, digər tamamilə kitaba dəxil olmayan vasitələrlə öz kitabını satdıra bildi. Müxtəlif reklamlar vasitəsi ilə kitab satıldı və Nigar xanım da haqlıdır ki, onun kitabını təzədən çap edir, təzədən satır. Yəni, özür istəyirəm, siz oxucuları dediniz ki, biz Azərbaycanda oxucu yoxdur. Özünüz, yəni Elxanın adını çəkdiniz, ona görə mən qayıtmaq istəyirəm. Bəs Elxan əsərləri niyə oxunur? Elxan Elatlının əsərləri oxunur. Yəni ki, biz o mövzuya, Çingiz Abdullayevin əsərləri oxunur. Yəni, oxucu yoxsa oxucu niyə onları oxuyur və sizi oxumur, Akşini oxumur? Əslində, bilirsiniz necədir? Ciddi ədəbiyyatın problemi buradadır ki, məsələn, doğrudan da Elxanın və yaxud Qaraqanın və yaxud Varisin oxucusu mənə lazım deyil. Mən istəmirəm mənim oxucum o səviyyədə olsun. Yəni, söhbət yazıçıları aşağılamaq istəmirəm. Estetik zövqün deyirəm. Yəni, mənə dedektiv oxuyan oxucu lazım deyil. Mənə lazım deyil klip çəkdirmiş bir müğənninin kitabını oxuyan oxucu. Mən indi eksperiment deyirəm, Nigar xanımı təklif edir. Məsuliyyəti də boynuma götürür. Bir dənə roman yazıb, Nigar xanım Acun Kazımova ilə danışsın. O roman Acun xanımın adından çap olunsun. Üstündə də şəklini vursunlar. Siz görün o kitab nə qədər satılacaq. Bu o demək deyil ki, bu ədəbiyyatdır. Elxandan soruşum. Elxan verilişə hazırlaşarkən, burada da eşitdiniz, yəni verilişə hazırlanarkən də bir mövqeləri izlədim və sizə qarşı bir qısqanclıq gördüm. Niyə Elxanın əsərləri satılır? Siz yəni oxucunun necə nəbzini tuta bilirsiniz? Hansı ruhda yazırsınız? Necə yazırsınız? Niyə sizin əsərləriniz oxunur? Tutaq ki, Akşin, Şərif bəyinki, Əsəd bəyinki oxunur. Birincisi, belə deyərdim ki, yəni Akşin bəy bayaq bildirdi ki, 1000-ə yaxın oxucusu var. Mənim sosial şəbəkələrdə 60 minə yaxın oxucum var və siz bildirdiniz ki, mən istəmirəm ki, Qaraqan oxucusu səviyyəsində oxucum olsun, yəni o cür aşağı. Yəni siz 60 min adamı bu dəqiqə təhqir eləmişsiniz, yəni sizin adınızdan onlardan özür istəyirəm, əvvəlcə yazıcı kimi. Qaldı ki, niyə klip çəkirəm və yaxud başqa bir işlə məşğul oluram və bunun yazıçılığa heç bir əlaqəsi yoxdur. Götürək Aleksandr Cumanı. Aleksandr Cuma Qafqazda olarkən burada kebab yeyir və Fransaya qaydanda Fransada ilk kebabçını açır və özü o kebabları pişirib satırdı. Bu bir tərəfdən də Üç Müşketoru yazıb, Qraf Monte Cristo'nu və demək olar ki, bu işlər bir-birinə o qədər də mane olmayıb, yəni belə demək olarsa. O ki, qaldı Nigar xanımın
kitab satması və bunu satıcı adlandırmaq, mən Nigar xanımın gördüyü işi ümumiyyətlə xeyriyyə adlandırardım. Yəni insanın əlində bu qədər tutaq ki, qüvvə var, potensial var və o insan bilə-bilə ki, kitab bazarı çətin bir bazardır, kitab mağazası açır. Yəni Nigar xanım çox gözəl paltar dükkanı aça bilərdi, ya nə bilim kartof vura bilərdi İrandan, yəni başqa bir şey eləyə bilərdi və inanın ki, yəni 50 Nino mağazalarının ardısı 100 qat çox gəlir qazanardı. Yəni bir insan əgər kitab satırsa, bu artıq bir xeyriyyədir. Aydındır. Yəni sizin özəlliyiniz mənim üçün bilmək istədim. Mənim üçün maraqlıdır ki, özəllik nədir sizin əsərləriniz? Birinci kitab çıxanda təbii ki, mənim populyarlığım kömək elədi, yəni A kitabın satılmağına. Amma bu an artıq 7-ci kitab çap olunur və əgər doğrudan o boş bir şey olsaydı, yəni belə deyək də, Aygün Kazımovanın adından yazılmış bir əsər kimi, ikinci kitabdan o yana heç kəs onu oxumazdı. Əgər 7-ci kitaba qədər oxucular alırsa və artırsa, deməli, yəqin ki, yəni danışığımda nəsə xoşlarına gəlir ki, alırlar. Yazarlarımız var bu tərəfdə, mən onların da mövqeyini öyrənmək istəyərdim. Yəni, Şərif bəy, necə düşünürsünüz və sizin əsərləriniz niyə oxunmur? Sizin əsərləriniz niyə, deyək ki, İlxan bəy kimi, İlxan Əyətli, İlxan Qaraqan, Varis kimi özünü oxucu tapa bilmir bazarda? Populyar bazara işləyən kitablar, daha çox dedektiv deyək, biraz sarı ədəbiyyat deyək, yəni bu yönlü kitablardır. Ciddi ədəbiyyatın həmişə biraz oxucusu az olub. İndi bizdə bəzi meyarlar kimi bunu da qarışdırırlar. Məsələn, adama deyir, ciddi ədəbiyyatı mən yaratmışam ki, məni oxuyurlar da. Sən yarat, səni oxusunlar. Ədəbiyyat həm də bir mənəvi kateqoriyadır. Ədəbiyyat həm də bir mənəvi anlayışdır. Ədəbiyyat həm də haqsızlığa qarşı bir etirazdır. Ədəbiyyat həm də bilirsiniz, cəmiyyətin, xalqın çox ağırlı nöqtələrini ədəbiyyat oxunmursa, ifadə yəni sizin eləməkdir. dediklərinizin nə əhəmiyyəti var? Bilirsiniz, elə deyil. Elə deyil. Bayaq Kafkadan misal gətirdiniz. Yəni onu öz dövründə heç vaxt oxumurdular. Məhəmməd Füzuli çox şikayətlənirdi. Bir dövrdə həmişə nəzm olub xar. Yəni bugün Azərbaycanın ruhunu, onun mənəviyyatını, onun ağırlarını ifadə edən ciddi mətnlər var ki, bazarda buna tələbat yoxdur. Yəni bu bizim cəmiyyətin çox ciddi problemidir və bizim üzləşdiyimiz digər problemlərin kökündə də məhz xalqın öz kitabını oxumaması dayanır. Bir ədəbiyyatçının heç vaxt məqsədi yalnız o ola bilməz ki, mən satılan kitab yazacağam. Aydındır. Bir ədəbiyyatçının məqsədi yalnız ən birinci məqsədi özünü ifadə eləməkdir. Birinci məqsədi. Yaxşı olar ki, bu özünü ifadəni elə bir tərzdə eləsin ki, elə bir bazar tələblərinə uyğunlaşdıra bilsin ki, bunun oxucusu olsun. Bu qədər, mən belə düşünürəm. Nigar xanım, demək siz açıqlamalarınızda İsveçdə yaşayan publisist Vahid Qazi haqqında da bəzi fikirlər səsləndirmişsiniz və onun da əsərlərinin, hətta heç bir əsərinin satılmadığını bildirmişsiniz. Onunla bağlı biz əlaqə saxlamışıq, Skype vasitəsilə ondan əlaqə saxlamışıq. Baxaq, sonra davam edəyək. Nigar xanımın bu fikri mənim 3 ay əvvəl yazdığım Haramstan adlı bir yazımla bağlıdır. Bu 250'ye yaxın, 270'e yaxın kitabın arasında bu 20'liyə saldılar, sonra 10'luğa düşdü və sonra münsiflər baxdı. Və mənim əvvəldən orada iştirak etmiş, bu müsabiqədə iştirak etmiş dostlarım bir də mənə qınaq dedilər ki, yəni belə müsabiqədə iştirak etmə. Çünki orada əhlilik var, orada yəni saxtakarlıq böyükdür. Həqiqətən də sonra məlum oldu ki, orada böyük saxtakarlıq. Biraz həmişə qarışıqda danışır Vahid bəy, anlamaq olmur. Yəni, gah milli kitabın mükafatından bağlı deyir, gah kitabın satılır falan. Sadəcə mən bir verilişdə, radio verilişdən sadəcə bir misal kimi gətirdim ki, Vahid Qazi kimi hörmətli bir yazar il ərzində heç bir kitabı belə satılmadı. Yəqin ki, gərək gətirməzdi bu misalı, çünki adətən insanlar bunu təhqir kimi qəbul edir. Bilirsiniz, burada böyük bir problem var. Bizim yazarlarımız oxucunu qınayır. Təbii, oxucu problemi var, çox böyük bir problemdir. Oxucu kütləsi çox zəifdir Azərbaycanın, çox balacadır. Amma söhbət ondan gedir ki, bu oxucunu qınamaq lazım deyil. Oxucu öz seçimini edir. Oxucu yenə də yaxşı bir əsəri seçəcək. Yəni, oxucunu heç vaxt aldatmaq olmur. Oxucu çox səmimi, çox təbii bir seçim edəcək. Yəni, 2-3 kitab qoyun qabağına, hansı kitabı seçsə, deməli, o kitab yaxşıdır. Aydın məsələdir, Nigar xanım, siz yəni ki, Azərbaycanda kitab bazarında bu işi özünüzü üzərinizə götürən insanlardansınız ki, bu kitabların satılması. Amma yəni bir məsələ də var ki, yəni Vahid bəyin də indi əlavə qulaq asacağıq. Yəni, o da kitabın satışının düzgün təşkil olunmamasına şikayətçidir. Yəni, mən bəzi yazarların mövqələrini oxudum. Orada düzgün, baxaq Nigar xanım, zəhmət olmasa, sonra davam edək. Danışıq tonu, danışıq tərzini, sən yaxın yazıcı ilə danışırsan, bir bazar adamı istəyən axı sən, nə bilim, ölkədə tanımış ictimai figura çevirirsən və özünü bu cür aparırsan, dirənirsən və tələb edirsən ki, sən niyə, nə bilim,
xaricdə məşhur yazılar adını çəkir ki, onlar kimi yazmırsınız, siz yaza bilmirsiniz, ona görə oxumursunuz. Kimsə nəfsənində yazısını buna ittiham edirsən. Mən ona cavab yazdım. Sən də qabiliyyətin çatdı, git Coco Chanel ol, görüm ola bilirsən, necə olursan, nətər olursan. Kitab adamı başqa şeydir, bazar adamı başqa şeydir. Belə bir şey deyir ki, Azərbaycanın 200-300 yazıcısının 5-6 min kitabı bizim ambarlara yığılıb qalıb. Və Azərbaycan 200-300 yazıcısının adına tək bir yazıcının adını çəkir, o da mən. Sonra özüm getdim, dəfələr soruşdum. Dedilər ki, yoxdur kitab. Benim yoxdursa, onda pulunu verirlər mənə, satılıb yəqin. Dedilər, satılmayıb. Və necə olarlar, satılır və yoxdur. Dərhal bir oran nümayəndəsinin müraciət elədi mənə ki, bəs narahat olmayın, tezliklə biz onu taparıq, aydınlaşdırarıq. Bir həftədən sonra mənə 7 ya 8 kitab qaytardılar, bir də satmış pulun 5-10 manat pul verdilər. Satışı yəni düzgün təşkil olunmalı. Ümumiyyətlə, bilirsiniz, bizdə təsəvvür olsun ki, yazıcılarla bəzən bax belə bu cür söhbətlər, konfliktlər olur. Yazıcılar bizim şəbəkəmizi tez-tez qınayırlar ki, biz kitabları düzgün yerə qoymuruq. Yaxşı bir rəfə qoyulsaydı daha yaxşı olardı satışı və ya əgər kitab bitibsə vaxtında onu satışa yenə buraxsaydıq, daha yaxşı satış olardı. Bir tərəfdən mən razıyam. Təbii ki, yer yaxşı olanda daha böyük diqqət cəlb edir. Amma söhbət ondan gedir ki, tutaq ki, Elhan Qaraqan kimi bir yazar 10 gün ərzində 500-dən çox kitabı satıldı. Bu bir rekorduydu Azərbaycan kitab bazarında. İndi yeni bir rekord var. Xalid Hüseyni, Əfqan asıllı Amerika yazarı. Onun biz əsərini deməli bir ay ərzində 1000 kitabı satıldı. Bu böyük bir rekorddur. Yəni doğrudan da böyük bir rəqəmdir. Mən indi Elhan Qaraqanın və ya Xalid Hüseynin kitabını ən belə zəif yerə qoysam, ümumiyyətlə kasanın arxasında harasa belə yığışdı, o kitab yenə satılacaq. Mən təklif etmişdim Şərif bəyə ki, belə bir eksperiment keçirək, elə akşından təklif edə bilərəm. Gəlin sizin kitablarınızı ən yaxşı, ən gözəl yerlərə qoyaq və müşahidə edək. Bir ay ərzində nəsə dəyişiləcəkmi? Söhbət ondan gedir ki, yenə təkrarlayım bu fikri ki, bizim yazarlarımız çox uzaqdır oxuculardan. Yəni, bilmək istəmirlər, oxucuya nə lazımdır, oxucuya nə maraqlıdır, oxucu nəyi oxumaq istərdi? Bir də fərqli fikir deyin də. O yazdığın kitabı satılmırsa, gedib o yer kartof əksən ondan 1000 dəfə yaxşıdır. Oxucu, yazar münasibətin problemi bulardır. Yaxşı inəksən, yaxşı süt verginən vur, sonra dağıt onu. Yazmağı biləndə, bilməyəndə gəlib özü yazıcı elan edir. Dolma pişiririk, televizorda da klipə baxır. Vəssalam. Mən ümumiyyətlə ki, anda işləmirəm. Yəni, tam həyatımı qura bilmişəm. Mənim atamın da biznesi ola bilər, mən rahat yaşayıram. Özümüz nə deyiriksə ona inanaq heç olmasa. Üz-üzə verilişinin sponsoru AAF Park Yaşayış kompleksidir. Klassik üslubda tikilmiş villalar, 3, 5, 7 mərtəbəli yaşayış binaları, 19.980 manatdan başlayan nəqd qiymətlər, ilkin ödəniş cəmi 15%, kreditin müddəti 10 il. Bu vəd deyil, bu bir həqiqətdir. AAF Parkda klinika, uşaq bağçası, lisey, tennis, futbol meydanı, gimnastika, güləş salları və məşhur brend mağazaları fəaliyyət göstərir. AAF Park eviniz yolunuzu gözləyir. Ünvan Xırdalan şəhəri Heydər Əliyev prospekti 167. Telefon 012 408 64 64. Bütün mobil operatorlardan Ulduz 64 64. Mobil 055 408 64 64. 050 408 64 64. İkinci sponsorumuz isə Zalotaya Zvezdadır. Zalotaya Zvezda bizim yaxşı tanıdığımız Vyetnamazdır. İndi siropu və plastırı da sizin xidmətinizdədir. Zalotaya Zvezdamazı ağrıları qısa müddətdə aradan qaldırır, əzələ gərginliyini yox edir, oynaqların qığırdaq toxumasını bərpa edir. İstifadə zamanı dərini yandırmır. Kəskin qoxuya malik deyil. Bitki tərkibli Zalotaya Zvezda siropu bəlğəmli öskürəyi müalicə edir. Bronxospazmı aradan qaldırır. Zalotaya Zvezdanın məhsullarını şəhərin bütün apteklərindən soruşa bilərsiniz. Azərbaycanda elə parlaq yazıcı yoxdur ki, kitabı yaxşı satılsın, kitab bazarında çevriliş etsin. Nigar xanım alverçi mövqeyini ədəbiyyata tətbiq etməsin. Hünərim var, üzünədir. Şahbaz müəllimə də sualım olacaq. Şahbaz müəllim də yəni birbaşa yazar olmasa da çörəyi deyək ki, kitablardan çıxarılandadır. Siz kitab satırım. Yəni deyirəm də, çörəyiniz kitabdan çıxır. Siz necə fikirləşirsiniz? Yəni düzgün təşkil olunurmu Azərbaycanda kitab satışı? Və Azərbaycan yazarlarının bu problemi kökünü siz nədə görürsünüz? Azərbaycan yazarının biz 200 kitabını nəşr etmişik. Yəni bir nəşriyyat olaraq.
Amma xarici ədəbiyyatdan 400 yazarın kitabını nəşr etmişik. Məsələn, ay ərzində bizim o 200 yazarın təəssüf ki, bəzən 5, 6, bəzən 1 ədəd kitabı satılır. Yəni, bir nəşriyyat olaraq biz yalnız Azərbaycan yazarları üzərində öz işimizi qura bilmərik. Təbii ki, biz əgər kitabı bazara çıxarmaq istəyiriksə, o zaman gərək biz elə kitabları nəşr edək ki, o bazarda satılsın. Və mən inanmıram ki, elə bir yazar var ki, o kitabını nəşr edir ona görə ki, sadəcə öz uşağına və nəvəsinə hədiyyə etsin. Mümkün deyil. İndi Qaraqan oxunur, çünki Qaraqan 60 min adama car çəkir. Və ondan 1000, 2000 kitab satır. Yəni, reklama gəlib çıxırıq. Bu çox azdır. Yəni, bu çox azdır. Bilirsiniz, yəni, deyək ki, hətta Xalid Hüseyni əgər aya 1000 ədəd satılırsa, bu çox azdır. Çünki Türkiyədə elə Əlif Şafaq 200 min satılır bir aya. Mən bura zala sual verirəm. Bu vaxta qədər qonşuluğunuzda, ətrafınızda olan kitabxanaya getmişsinizmi? Ümumiyyətlə, Azərbaycanda kitabxanalar var və rayonlarda xüsusən də kitabxanalara gedən çoxdur. Amma hal-hazır ki, yeni dövrün yazarlarının heç bir kitabı orada yoxdur. Yəni, keçmiş dövrə aid kitablar var və klassiklər bir sözlə onları oxuyurlar. Yəni, yeni kitabların heç biri orada yoxdur, ona görə kitab mağazalarından gedib alırlar. Kitab mağazalarında əsasən Gəncə və Bakıdadır. Yəni, digər yerlərdə yoxdur. Əsas məsələ aparılan PR və marketinq strategiyasındadır ki, yəni, bunda böyük bir səhv var. Mən sizə bir dənə faktı deyim. Binəqədi İcra Hakimiyyəti bizi dəvət elədi parkda, gəlin faktı olduğu kimi danışaq. Yəni, özümüz nə deyiriksə ona inanaq heç olmasa. Parkda kitab yarmarkası keçirmək üçün bizi ora dəvət etdi. Biz 20 min kitabla getdik parka. Ondan əvvəl məni İcra Hakimiyyətinin nümayəndələri gəzdirdi ki, bu parkda 20 min sarmaşıq əkilib. 20 min sarmaşıq əkilib. Biz orada axşama qədər durduq, 18 manatlıq kitab satdıq, onun 11 manatını da mənim yoldan keçən dostum görüb ki, biz orada gəldi, kitab aldı. Mən orada infakt olmayayım, necə olum? 20 min sarmaşıq əkə bilirlər, amma 520 ədəd kitab almırlar. Bizim yazarların məktəbdə mən sual verərəm, hansının o oxucularla, şagirdlərlə, tələbələrlə görüşü olub? Heç birinin bəlkə də. Yox, bir dəqiqə özür istəyirəm, sözümü deyim, mən demirəm, sizi günahlandırmaq istəmirəm. Və sinifdən xaric oxu yoxdur. Əslində, uşaqlığından, uşağın kitaba, ədəbiyyata marağı ölüb. Uşaq kompüterə meyilləşib. Oxucu problemi deyil, ağsaqqal. Çünki biz hər şənbə kitab yarmarkası edirik. Bax, çoxlu gənclər gəlir. Deyək ki, orada 1-2% yaşlı nəsil olar, qalan hamısı gənclərdir. Gəlirlər, kitabı da alırlar. Problem o deyil. Problem... Bəs onda nədir? Deyirsən, kitab alınmır axı. Münasibətdir. Kitaba olan münasibət. Yox, ay qardaş. Və bu oxucu deyil. Siz oxucu var. Münasibətdir kitab. Kitabın hamısını dövlət aldı. O oxuyan yoxdursa o kimə lazımdır? Siz demək oxucu deyirsiniz problemdir. Bizim oxucularla da bir sujetimiz var, sorğumuz var. Ona da baxaq. Ən son oxuduğunuz kitab? Adam Favor, Impossibility. Yerli yazarlardan kimi tanıyırsınız? Kimi oxuyursunuz? Heç kimi demək olar ki. Ən son oxuduğum Balzac'ın Qopsekini oxumuşdum əvvəl. Tədricə bir də götürdüm, bir də oxudum ki, artıq indi başqa cür baxacağam da bu kitaba. Bizdən də Çingiz Abdullayev hamı oxuyur da, dəbdə ona görə biz də oxuyuruq. Yerli yazarlardan çoxdur. Bir də bu arada ədəbiyyatın qızıl əsərləri, Hugo'nun, sonra Dostoyevskinin əsərlərini onları da oxumuşam. Daha çox xarici. Ən çox yazarlardan oxuram. Seymur Baycanı, Günel Mövludu. Müasir yazarlarımız hələ çox inkişaf eləməlidirlər. Onlar mütləq şəkildə kimlərisə kopyalayırlar əksər hallarda. Onların həyata baxışları mənim fikrimcə müəyyən dərəcədə düzəlməlidir. Oxucular, yəni seçimləri fərqlidir. Daha çox onlarda da xarici ədəbiyyatdır. Amma mən bir məsələyə diqqət yönəltmək istəyirəm. Həm Nigar xanım, həm də yazarlarımız mən xahiş edəcəm cavab versinlər. Bəzən elə ədəbiyyat olur, məsələn, qanuni uğurlarla bağlı kitablar. Bir müddət yəni xüsusi mənim də diqqətimi cəlb eləyirdi. Çox oxunurdu bu kitablar, qanuni uğurlar. Bir də ki, bəzi iç müəlliflərin kimsədən tanımadığı dini ədəbiyyat, yəni mənşəyi bilinmir. Yəni bununla ilə bağlıdır. Yəni siz fikirləşirsiniz ki, onlar niyə oxunur bəs Nigar xanım? Onlar belə peşəkarlıqla mı yazılır ya da ki, yazarlar? Onları niyə oxuyurlar sizcə? Oğru dünyası seriyasını biz buraxırıq.
Yəni ondan bağlı mən deyim. Niyə oğru dünyası? Çünki bəzən yəni oxunur bir və müddət məsələn oldu ora Azərbaycanda. Mənə elə gəldi ki, real həyat ədəbiyyatdan daha maraqlıdır. Yəni Azərbaycan gerçəkliyindən irəli gələn real həyatımız ədəbiyyatdan daha maraqlı oldu. Və mən də o real həyata söykənən o kitabları, o insanların həyatını istədim kitablara köçürülsün və kitab halında da nəşr etdik. Amma bu da çox satılan kitab demək deyil. Biz deyirik Çingiz Abdullayev çox satılır. Əzim, çox satılır bizim yerli kitablarla müqayisədə. Amma ümumilikdə o da satılmır. Nigar xanıma mənim bir sualım var. Buyurun, buyurun. Elmin, texnikanın inkişaf eləməsi çox yerdə gənclərin bəzi o həyat tərzlərinə bəlkə də maneçilik törədir. Mən razı deyiləm. Kompüterin çıxması, hamı girir, bütün gənclər girir səhərdən axşamacan kompüterdə, şüa qabağında. Onun heç bir əhəmiyyəti yoxdur. Ola bilər sizin fikriniz. Ona görə də kitaba maraq, oxumaq yoxdur. Sizin də mövqeyinizi alıb məsələ ilə bağlı, yəni siz necə fikirləşirsiniz? Bir məsələ var. Sovet hökuməti belə Azərbaycanda güclə oxutdururdu kitabı. Azərbaycan oxutusuna. Və Sovet dövründə o kitablar oxunan kitabların əksəriyyəti də hamısı indinin belə deyək də varisi idi, Çingiz Abdullayev idi, Elxan bəy İnciməsin, Elxan bəyin kitabı idi. Yəni belə kitablar idi. Kim idi? Əlbala Hacızadə idi, Vidadi Babanlı idi. Ən çox oxunan kitablar bunlar idi. Və hətta siz fikirləşirsiniz ki, sizin kitablarınızı güclü oxuturmalıdır. Bilirsiniz, mən bunu fikirləşmirəm, bu belədir. İndi mən Sovet oxucularına baxıram. Sovet oxucularının əksəriyyəti bu günləri danışırlar. Müəllim bəyəxləri danışdı. Bir dənə fərqli fikir demir. Deyir ki, kitab mənəviyyatdır, ədəbiyyat belədir, belə. Bir dənə fərqli fikir deyin də, ağsaqqal adamsınız. Ümumiyyətlə sizdən getmir söhbət. Yəni, bir dənə bax, danışırsınız, amma doğrudan da siz gənclər sizdən nə örnək götür, sizin fikrinizdə bir dənə onların bir həssas yerinə toxunacaq, bir dənə onları belə deyəcək, cəhd eləyəcək, yox. O danışırsınız. Əslində vəziyyət necədirsə, elədir. Heç bir burada dəyişiklik zad yoxdur. Nigar xanım da düz eləyir, bəli, kitabını satdırmalıdır. Burada bir məsələn deyim ki, Elxan bəy dedi ki, Nigar xanım gedib kartof satardı, daha çox pul qazanardı, paltar qazanır. Xeyr, Nigar xanım bilici adamdır. Nigar xanım bilir ki, kitabda burada həm də məşhurluq var, kartof satmaqda məşhurluq yoxdur, paltar satmaqda məşhurluq yoxdur. Hansı paltar biznesi ilə məşğul olan biznesmen məşhurdur. Amma Nigar xanım kifayət qədər məşhurdur. Haqq da eləyir, yaxşı da eləyir, düz də deyir satılmır. Həm də belə də ki, mənim kitabım vapşı satılmasın. Niyə satılmalıdır mənim kitabım? Yer gəldi. Niyə bu cür oxucular oxumalıdır? Niyə belədir? Bu oxucunun problemidir. Mən bilirəm bunu, yazmışam, düzdür. Bu mənim problemim deyil. Oxucu gedib bunu alıb oxumursa, bu mənim niyə problemim olmalıdır? Mənim problemim zaten yoxdur ümumiyyətlə. Fərqli olmasın, fərqli olmasın. Buyurun, siz də sizə nə istəyirsiniz? Buyurun. Əvvələ problemi bir-birinin üstünə yıxmayaq. Çox dahi şəxslərdən biridir ki, ədəbiyyat elin, günün, ümumiyyətlə güzgüsüdür. Xalqın güzgüsüdür, həyatın güzgüsüdür. Bu bilirik də mənim. Onu bilirsənsə, ancaq onu bilirsənsə, ədəb qaydalarını bilməlisən. Onu bilirsənsə, ədəb qaydalarını bilməlisən və bilməlisənsə ki, sən o yazdığın kitabı satılmırsa, gedib o yer kartof əksən ondan 1000 dəfə yaxşıdır. Satılmır ona görə ki, içində bir şey yoxdur onun. Bir məna yoxdur. O cəmiyyəti bugünkü nə yaxşı, pisini, heç biri eləmir. Siz necə olur ki, siz savadlı... Əgər o güzgüdə sən özü yaxşı görə bilmirsən, kimdir? Savadlı adam bu qədər agresiv olmaz, özdə bu yaşda. Mən agresiv deyirəm, mən onu deyirəm sənə ki, yazısı, yerindən qalxan bir dənə qələm getirib, bu günlər kitab yazacaqsa, onu cəmiyyəti günahlandırmıyor. Deməyin ki, cəmiyyət günahkardır, xalq günahkardır, oxumur. Sən yaxşı kitab oxuyun, yaxşı inəksən, yaxşı süt verginlə vur, sonra dağıd onu. Mən inək də satmamışam. Vursun, sonra onu dağıd. Sənin yazdığı oxuyan yoxsa, cəmatın üçün kəxçəkər eləyirsən. Bir dənə fərqli fikir deyin də, bir dənə fərqli fikir deyin. Əvvələ qışqırmıram, mən qandırıram. Qışqırmaq ayrı şeydir, qandırmaq ayrı şeydir. Mən başa yenə də deyirəm sizə, yazmaqdansa, hər yerindən qalxan qələm getirib yazacaqsa elə belə olur. Sakit. Mən bir şey demək istəyirəm. Azərbaycan cəmiyyətinin Şahbaz Bəyəx da dediyi kimi,
o arasında olan problem əslində oxucunun özünü yazıcıdan üstün hesab eləməsidir. Yazıcı kitab yazıb, oxucu gəlib deyir ki, sən necə vəbşi belə yazmamalısan, belə yazmalısan. Belə deyir də, sən kimsə nə belə yazmalısan? Sən niyə orada söyüş yazıbsan? Sən orada niyə açıq saçıq deyil? Tələbə təklif var da, yəni ki, Azərbaycan cəmiyyətinin oxucu ilə, belə deyir, yazıcı ilə problemi arasında oxucunun özünü yazıcıdan ağıllı hesab eləməsi. Valla bu günləri Azərbaycan oxucu yazar münasibətin problemi babalardır. Yazarlar da mənim babalarım. O sirkinizdə hər halda, o sirkinizdə əsərdə. Bir məsələyə toxundu Ağsaqqalda, yəni kim yazar, yazamağı biləndə, bilməyəndə gəlib özünü yazıçı elan edir. Mən bilmək istəydim, yəni siz həm də yazıçılar bilir nümayəndəsi. Bugün ümumiyyətlə yazıçılıq üçün bir kriteriya, bir meyar varmı? Kimlər yazıçı ola bilər? Çünki mən nəyə gətirib çıxardıram? Əsəd bəy də Sovet dövrünə gəldi, çıxartdı. Sovet dövründə əsasən Sovet yazarı, ən azı mənə elə gəlir ki, yazıçı Azərbaycan dilini, yazıçılıq iddiasında olan adam Azərbaycan dilini mükəmməl şəkildə bilməlidir. Yəni mən verilişə hazırlaşarkən, yəni saytlarda da çıxan ədəbi saytlara baxdım. Yəni orada da bir çoxu şərhləri də izlədim. Çoxlu səhvlər qeyd olunurdu. Yəni ekspertlər orada qeyd edirdilər. Çoxlu xeyli səhvlər var idi. Sırf Azərbaycan dilindən kənara çıxmalar var idi. Sovet dövründən danışır Əsəd bəy. Sovet dövründə Azərbaycan dərslərində adətən həmən yazarların əsərlərinə nümunə kimi yazmağa təklif edirdilər. İndiki dövrdə mən bilmirəm, hansı yazarın əsərinə belə bir şey təklif oluna bilər, bilməz. Yəni ki, belə bir meyar varmı, olmalı mı yazıçılıq üçün? Səlman bəy, necə düşünürsünüz? Hamı yazıçı ola bilər. Təbii ki, dil qaydalarını da ola bilər bilməsin, amma bu onun yazıçılıq və onun necə yazacağına heç bir təsiri yoxdur əslində. Bu tam başqa bir məsələdir. Misal üçün, ən məşhur yazıçıların yaxşı redaktorları olub, yaxşı korrektorları olub, onların işidir, bunlar onu düzüb qoşublar. Oxucu mütləq yazıcıdan çox bilməlidir, yazıcıdan çox mütəfəkkir olmalıdır, fikir sahibi olmalıdır. Mən misal üçün adam tanıyıram ki, ancaq Foucault oxuyur, ancaq nə bilim, fəlsəfi yazıçıları axtarır oxuyur. Yəni, hər bir oxucunun özünə məxsus yolu və üslubu var. Mən belə düşünürəm. Biz görünür, o oxucuları tərbiyə verə bilməmişik. Yazıçılar Birliyinin məsuliyyəti nədir? Belə bir vəziyyətin yaranmasını Yazıçılar Birliyi məsuliyyəti bütün dünyada Yazıçılar Birliyi var. İranda da var, Rusiyada da var, hər yer. Yazıçılar Birliyi ədəbiyyatı eləyə bilməz ki, onu təbliğ ilə məşğul. Yazıçılar Birliyi bir dövlət təşkilatı olaraq, onu dövlət səviyyəsində ədəbiyyatı təmsil edir. Yazıçılar Birliyi eləyə bilməz, yazıçıya desin, Qaraqana desin, Akşinə desin ki, belə yaz. Və yaxud belə yazmayın. Mən dedektiv əsərlərini 20-18 yaşlarında oxuyurdum. İndi məni öldür dedektiv oxurmaram. Ona görə ki, mən axtardığımı orada tapa bilmirəm axı. O yaş dövrünün. İndi bu gənclər ki, bu dəqiqə Qaraqanı oxuyurlar, Elxan İlahdini oxuyurlar, o pis deyil, mən ona pis baxmıram. Həmin gənclər bir 10 il sonra oxumayacaqlar o əsərləri. Və onların içindən ciddi oxucular ortaya çıxacaq. O Foucault axtaracaq, o nə bilim, Markezi axtaracaq, o Kastandanı axtaracaq. Biz xalq şairimiz Zəmxan Yaqubun və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun da məsələ ilə bağlı fikirləri var. Məncə maraqlı olar, ona da baxaq. Kitab satışı ilə bağlı çox soyuq bir münasibət var. Mən kitab dükanlarına girəndə xəcalət çəkirəm. Yəni bu mənada kitaba olan soyuqluq texnik nailiyyətlərlə bağlıdır, internetlə bağlıdır. Bugünkü o internet aləmindən bağlıdır və o kitaba münasibəti soyutdur. Schillerin qaçaqlarını oxumuşam, misal üçün. Frans Ferdinand roluna girmişəm gecək ki, qəhrəman olmuşam. Yəni, oxucu oxuduğu kitabın qəhrəmanına çevrilə bilirsə, bu həm kitabın qəhrəmanlığıdır, həm oxucunun qəhrəmanlığıdır. Bu gündən ki, kitabın qəhrəmanını özünə ideal seçə bilmirsən. Onda oxucu da yazıq olur, kitab da yazıq olur. Bugünkü ədəbiyyatımızı, yəni 2000-ci illərin, 2010-cu illərin ədəbiyyatını ədəbiyyata 50-ci, 60-cı, 70-ci ildə gələnlər daha çox inkişaf elətdirirlər. Bugün gənclik iri həcmli əsər yazmaq istəmir. Və bəlkə də gənclik həyatı o lazımı səviyyədə, o yaşlı həmkarlarından fərqli olaraq o lazımi fundamentallıqda təhlil edə bilmir. Belə, Akşin, necə fikirləşsiniz? Dövrün nəbzini tuta bilmirlər. Böyük həcmli əsərlər yazmaqdan çəkinirlər belə bir şey. 60-cı ildə
40 səhifəli yazılmış hekayəni bugünkü yazıcı və yaxud şair bir misrada ifadə eləməyə çalışır. Ki, insanların vaxtını almasın. Ehtiyac yoxdur. İnsanlar yazıqdırlar. Onların ömrün öz axmaq bir dənə, sarsaq bir dənə yazıya həsr eləmək lazım deyil. Əgər sən doğrudan da istedadlı adamsınsa, sən 40 səhifəlik mənanı, 40 səhifədə ifadə eləyə biləcəyi mənanı bacarırsansa, 2 misrada ifadə elə. Bax, bu istedad, bu artıq ədəbiyyatın tələbatıdır. Bu, bazarın tələbatı deyil. Siz istənilən qəzetin baş redaktorunu danışdırır, deyəcək ki, qəzet oxumurlar. Bunun səbəbi nədədir? Bunun səbəbi ondadır ki, biz xalq olaraq ictimai münasibətlərdə iştirak eləmirik. Qorxuruq, çəkinirik. Yəni, siz dünya ədəbiyyatın, dünya mədəniyyətin, dünya oxucusunu yetişdirən proses, o ictimai münasibətlərdə iştirak edən vətəndaşlıq məsuliyyətidir. Biz ictimai münasibətləri atmışıq. Özümüz də gedib evdə arvadla dolma bişiririk, televizorda da klipə baxırıq. Vəssalam. Ona görə də kitab oxumuruq. Deyildi ki, normal yazıcı Azərbaycanda kitab satışı ilə yaşaya bilməz, məcburdur ki, məqalələr yazsın və vaxtı buna sərf olunur. Yəni, özündən razılıq kimi çıxmasın, özümü misal gətirəcəm. Yəni, artıq 6 ildir yazıram. İlk yazdığım kitab A romanı olub. Yəqin ki, indi yazıçılar o romandan danışır, qeyri-ciddi ədəbiyyat deyəndə. Bu, mən 18 yaşımda yazmışam, 6 ildir bundan danışılır. Yəni, indi hər halda 25 yaşımda tamam başqa şeylər yazıram və hansından ki, onların xəbərləri yəqin ki, yoxdur. Bu kitabların hesabına mən ümumiyyətlə heç yanda işləmirəm. Yəni, tam həyatımı qura bilmişəm. Ümumi ola bilər, mənim atamın da biznesi ola bilər, mən rahat yaşayıram. Kitabın çox satılırsa, sən qeyri-ciddisən, yəni götürək Murakami, Xalid Hüseyn, yəni dünya üzrə çox satılan yazıçılar var. Yəni, lap gedək keçmişə belə bir məqalə çıxmışdı ki, Kafka sizin burada da getdi. Kafka əgər oxunmurdusa, deməli, bütün oxunmayanlar Kafkadır. Napoleon Bonaparte'ın belə bir kompleksi var idi. O pişikləri görəndə qorxurdu. Amma o demək deyil ki, hər pişikdən qorxan Napoleon Bonaparte'dir. Elxan Elatılı ilə Varisdə 2-cə səhifə salamat mətn olsa, mən adımı dəyişməsəm adam deyil. Təhqir elədiniz ki, yəni Varisi oxuyan belədir, elədir. Təhqir əslində budur. Bu məqamın özüdür də təhqir. Xalqa yaxın gəlmək, yoxsa qalır ambarlarda. Çox sağ ol, biz bilirik Yosiyanı. Çingiz Abdullayev kimdir? Azərbaycan yazıcısı olsun. Sən belə yazırsan ki, sənin öz arvadın sən də oxumaq istəmir. Yazıçılığı evdə arvadına kitab oxutturmaqla ölçür. Azərbaycanda elə parlaq yazıçı yoxdur ki, kitabı yaxşı satılsın, kitab bazarında çevriliş etsin. Nigar xanım alverçi mövqeyini ədəbiyyata tətbiq etməsin. Hünərin var, üzünədir. Biz kitab satışı ilə bağlı digər bir neçə şəxsin də fikirlərini öyrənmişik, o sorğunda təqdim edirik. Əsasən tələbat xarici ədəbiyatadır. Yerli müəlliflər o qədər də böyük istək yoxdur, yəni alıcılarda. Ən çox satılan bu dəqiqə Varisdir, Elxan Elatılıdır. Sonra Orxanın da Qaraqanadı ilə məşhur, onun kitabıdır. Gənclər əsasən dedektiv janrında kitablar oxumağı sevirlər. Onunla əlaqədar olaraq Çingiz Abdullayevin kitablarına maraq çox böyükdür. Son illərdə Elxan Elatılının kitabları daha çox oxunulur. Belə. Yəni, demək olar ki, təkrarlanır, eyni vəziyyətdir. Mən Hacıbəy Heydərlidən soruşmaq istəyirdim. Yəni, sosial şəbəkələrdə ən böyük qruplardan birinin adminidir. Bayaq Elxana məlum oldu ki, o öz tərəfdarlarının çoxunu sosial şəbəkələrdən toplayır. Orada daha çox ziyalı təbəqə toplaşıb. Yəni, oradakı vəziyyət necədir? Hər halda siz bu polemikaları orada da müşahidə etmişsiniz. Vəziyyət orada necədir? Mən deyə bilərəm ki, bu mövzu ilə bağlı mən gələrkən bizim 150 min nəfərlik Facebook səhifəmizdə bir sorğu keçirdim ki, daha çox hansı yazarları oxuyursunuz Azərbaycanlılar və xaricilərdən. Və orada bir saat ərzində 400-ə yaxın şərh gəldi və gələn şərhlərin də demək olar 90% yalnız 5 nəfər deyilirdi Azərbaycanlılardan. Bunlar Elçin Səfərli, Qaraqan, sonra Varis, Çingiz Abdullayev,
və Elxan Əlatlı idi və digər yazarların ümumiyyətlə adı çəkilmirdi. Yazıçılar özlərini qınamalılar. Niyə görə biz yaxşı yazmırıq ki, insanlar bunu oxumurlar? Mən belə düşünürəm. Yəni siz də belə fikirləşsiniz, Üzr yazıçılar istəyirəm, amma yaxşı yazmaq nəyə deyirsiniz siz? Xalqa yaxın gələn bir şey. Yəni xalqa yaxın gələn şey nədir? Üzr istəyirəm, yəni ki, niyə görə Qaraqanı oxuyurlar? Yəni biz indi Qaraqanı danışır deyirsiniz ki, yaxşı yazmaq lazımdır və siz niyə yazmırsınız? Amma nədir? Onu demirsiniz. Yəni tutaq ki, bayaqdırlar oğru aləmindən yazır. Siz niyə yazırsınız? Boyna boydadır, neçə kilodur? Siz pul qazanmaq üçün yazırsınız, yoxsa hobbi üzr istəyirəm, burada danışmaya bilmədim doğrudan. Bu məsələlər varislə çox hallanır. Mən Varisin bu yaxınlarda kitabını çox diqqətlə oxudum. Yəni məni tanıyanı bilir ki, Azərbaycan dilində, redaktor işində çox səriştəsi olan bir adamam da. Varis, əfəndim, Azərbaycan dilində cümlə yaza bilmir. Elxan Elatlı mətn yaza bilmir, normal mətn. Cümlə yaza bilmir o. Mən sizə onu göstərib sübut edə bilərəm. Elxan Elatlı ilə Varisdə 2-cə səhifə salamat mətn olsa, mən adımı dəyişməsəm adam deyiləm. Mən bunu burada çox böyük cəsarətlə deyirəm və sübut edə bilərəm. Çingiz Abdullayev kimdir? Azərbaycan yazıcısı olsun. Çingiz Abdullayev Azərbaycan dilində danışa bilmir. Ayrı məsələ, amma siz ayaqlaşmalısınız. Yəni sizin o siyahı... Biz jurnalistiyik, bir xəbər yazırıq, 10 dəfə oxuyur, amma birini 20 min. Biz artıq siz biznes marağınız varsa, özür istəyirəm, siz ona uyğun yazmalısınız, xalqa yaxın gəlmək, yoxsa qalır ambarlarda heç oxumur. Biz bilirik o siyahını. O məşhur yazıçılar var, onların heç biri, bir dənə Elçin Səfərlini oxumamışam, o qalan. Çingiz Abdullayev, Varis, Elxan Elatlının dəxili olan ədəbiyyat istiqamətinə heç mən baxmaq istəmərəm. Yəni bunu nəzərdə tut. Xalq məni oxudu, oxumaz. Siz xalqı qınamayın ki, oxumurlar. Oxuyanlar onu oxuyurlar. Cəmiyyəti bu bəladan xilas eləmək lazımdır. Mümkün deyil. Cəmiyyət Qara Qarayevə, Üzeyir Hacıbəyevə qulaq asmır. Mehtizadiyə, Rəqsaniyə qulaq asır. Manaf Ağayevə milyon yarım səs göndərir. Xəstədir bu cəmiyyət. Üzr istəyirəm. Xəstədir. Üzr istəyirəm, burada əl çalanlar özlərini ağıllı göstərmək istəməsinlər. Səmimi olaq. Yəni niyə görə siz qulaq asmırsınız, oxumursunuz, oxuyursunuz da, girirsiniz də. Bu adamlar heç biri oxumamısınız siz. Nə Akşin bəy bizim dostumuz da oxumamısınız. Əsəd bəy oxumamısınız, Şərif bəy oxumamısınız, amma əl çağırsınız. Bu səmimilik deyil axı ən azından. Bizi təhqir elədiniz ki, yəni varisi oxuyan belədir, elədir. Yəni ki, onun səviyyəsində olandı belədir, amma mən məsələn varisi Əstəğfurullah xanım, çox üzr istəyirəm. Mən heç vaxt demədim ki, varisi oxuyan belədir. Mən dedim ki, varis cümlə qura bilmir. Dedim, varis cümlə qura. Siz yəni bizi də dediniz də, siz dediniz ki, onun oxucuları da yəni ki... Mən oxuculara bir söz demədim. Dediniz, o bayaqlarım siz işlətdiniz ki, yəni varisi oxuyanların da səviyyəsi onun kimi olanlardan. Yəni varisi oxuyanlar bu dəqiqə sayı çoxdur. Mən özüm varisi oxuyanların sayı çoxdur. Mən hətta tələbə olanda belə... Üzeyir Mehtizadiyə də qulaq asanın sayı çoxdur. Xeyr, mən sizinlə razı deyiləm. Bu boyda yəni ki, o qədər insanlar var ki, tələbələr var ki, varisi oxuyurlar. Deməli, varis onların xoşuna gəlir ki, deməli, onun zövqü odur ki, onu oxuyur. Xoşuna gəlir. Deməli, elədir də. Ən azından bunu oxuyan xalqdır, oxuyurlar bunu. Siz bu insanlar təqdir varisi üzərində ki, biznesmendir. Cəmiyyətin problemidir ki, biznes üçün baxır, yazır və alırlar. Siz niyə yazırsınız, almırlarsa? Siz Üzeyir Mehtizadiyyə qulaq asmağı, varisi oxumağı təhqir hesab eləmirsiniz. Bizim bunu eləməyi təhqir hesab eləyirsiniz. Siz aşağı səviyyə deyirsiniz də. Bu adamlar oxuyurlar, yaxşı deyirlər, özləri də nəsə öyrənirlər onlar. Uzun illər Azərbaycan ədəbiyyatında, mətbuatında işləmiş adamdır. Bu deyir ki, əgər 2 səhifə orada normal mətn gətirsəz onların kitablarından mən adımı dəyişirəm. Amma gənclik onu seçir. Siz qınaya bilməzsiniz. Siz danışırsınız, amma gəlib onu seçir. Mən də deyirəm ki, təhqir əslində budur. Bu məqamın özüdür də təhqir. Siz bunu belə deyil, təhqir hesab eləmirsiniz. Siz özünüzü intellektual göstərə bilərsiniz, amma kütlə bunu istəyir. Şərif müəllim, mən gedəcəm 6-cı günü kitab evindən sizin kitabınızı alıb oxuyacam. Və indi oxuyacam və müqayisə aparacam varisinə Şərif müəllimi. Özüm oxuyub müqayisə aparacam. Sənə lazım idi bu. Özü təqdim edin. Mən Aynur Qəniyeva. Mən sadəcə onu demək istəyirəm ki, bizdə fərdlərin problemidir. Xalid Hüseyni dedi, Nigar xanım ki, oxunur. Xalid Hüseyn hamı bilir ki, Əfqanistandan qaçıb gedib Amerikaya. Ona görə Amerika onu o qədər reklam edir ki, insanlar da istəyir ki, bilsin, görsün ki, bu Xalid Hüseyn nə yazır ki? Ədəbiyyatın bella denildi. Baxaq görək bu necə yazır ki, bunu Əfqanistandan sürgün edilər, belə Əfqanlar bunu asmaq istəyirdi. Bu fərdlərin problemidir. Reklam lazımdır. İndi internet əsridir, texnika əsridir. İnsanların fərdi reklamı lazımdır. Fərdi insanları tanısalar, Qaraqanı niyə oxuyurlar? Qaraqan reperdir, istəyirlər bilsinlər ki, məsələn, qəşəng treklər yazır, qəşəng də qulaq asılır onun trekləri. İstəyirlər baxsınlar ki, bu necə roman yazır. Ona görə də onu oxuyurlar. Məsələn, məni də maraqlandırmışdı Qaraqanın yazdığı. Mən də açdım, oxudum bunun A romanını. Mənim xoşum gəlmədi və ikinci romanı mənə maraqlı deyil. Amma Akşin Yeniseyi oxuyuram, Şərif
müəllim Ağayarı oxuyuram, Əsəd Qaraqaplanı oxuyuram, Sayman müəllimin də bir roman oxumuşam. Biz hadisə ədəbiyyatını daha çox oxuyuruq. Nəinki fikir ədəbiyyatını. Bizdə fikir, məsələn, Akşin müəllim deyir, məndə oxucu azdır, ya şərh mən. Onlar fikir daha çox yazırlar, fəlsəfə daha çox yazırlar. Ona görə insanlar düşünmək istəmirlər, istəyirlər hadisəni izləsinlər, oxusunlar. Yəni Çingiz Abdullayevini oxuyurlar ona görə. Hadisələri yazır ona görə. Buyurun Sayman, mən qısa xahiş edirəm mən. Mən yəni təkrar edirəm. Qaraqanı oxuyan varsa, Çingiz Abdullayev oxuyan varsa, bu o deməkdir ki, o qədər də oxucu kütləmiz yetişməkdədir. Mən yenə təkrar edirəm. O bir yaş dövrü var. Bu o deməkdir ki, bu insanlar puxtələşirlər, oxucu formalaşır. Gəlin biz də bunun müqabilində Azərbaycanlı yazıcısının nə deyərlər, ortaya qoyaq. Yəni nə deməkdir? Bir Azərbaycanlı kimi düşünmək, Azərbaycanlının dərdini, kədərini umumbəşəriləşdirmək, umuminsaniləşdirmək. Yəni bir Azərbaycanlı kimi öz problemlərimizi istər siyasi, istər iqtisadi, istər ictimai, bunu o qədər umuminsani yaza bilək ki, bütün dünya insanları bizim kədərimizdə, qəmmimizdə, şadlığımızda şərik ola bilsinlər. Azərbaycanda, Azərbaycan dilini bilən ciddi bir yazıçıya 5-cə dəfə çox ciddi şəkildə Çingiz Abdullayevi nümunə gətirsən, onun ürəyi partlayır. Pul qazanmaq istəmirsə, sizin hobinizsə, bu əla, gözəl, yəni nə danışırsınız? Ədəbiyyatın pul qazanmaq kimi baxmaq olmaz. Yazırsan, bu da bunu alır. Ədəbiyyatın pula qədər çoxlu problemlər var. Çingiz müəllimin adı çox çəkilir. Hacı bəy, üzr istəyirəm. Çingiz Abdullayevin adı çox çəkildi. Çingiz müəllimin fikirləri. Yəni, mən bir məsələ diqqəti yönətmək istəyirəm ki, bir müddət əvvəl bu məsələ gündəmə gələndə bir sorğu da keçirilmişdi saytlardan birində. Yəni, detektiv ədəbiyyatla bağlı bir çox yazarlarımız, yəni burada iştirak edənlərin çoxu da ciddi ədəbiyyat kimi qəbul eləmirdilər. Detektiv ədəbiyyatı, amma halbuki biz araşdırma da elədik. Dünyada ən çox qazananlar detektiv və fantastik yazarlardır. Eləcə də Azərbaycanda ilin ən çox satılan yazarı Elxan Elatlı olub, detektiv janrda. Çingiz Abdullayev də ki, hamıya məlumdur. Bütün dünyada, dünyanın 30-a yaxın ölkəsində satılır. Yəni, Çingiz müəllim mövqeyi var, xahiş eləyirəm. Çingiz müəllim fikirləri ilə də tanışırıq. Bu fikirləri münasibətlə açıqlayın. Özün yazgıyla heç olmasa bir kitab, özün bir kitab belə yaradgıyla ki, onu oxumaq istəsinlər. Özü yarada bilməyəndə təbii obrısıları qısqanır. Yəni, bunu deyən insan nə demək istəyir əslində? Bu demək istəyir ki, bunlar qeyri-ciddi yazırlar, amma mən ciddi ədəbiyyat yazıram. İnsanlar başa düşmürlər mənim ciddi ədəbiyyatımı. Amma insanlar nə var ki, onlar belə səviyyəsiz kitab oxuyurlar. Birinci, sən niyə görə bütün insanları səviyyəsiz bilirsən? Sən belə yazmalısan ki, səni dünya qəbul eləsin. Nəinki Azərbaycan, səni Amerika, Fransa, Çin, Rusiya səni qəbul eləməlidir. Amma sən belə yazırsan ki, sənin öz arvadın səni oxumaq istəmir, ya da sənin öz qonumların oxumaq istəmir. Sən deyə bilməlisən ki, hamısı oxucular axmaqdır, mən yeganə ağıllıyam. Əgər oxunmursınsa, o, istəmirəm deyim, yazıcı deyir, amma ümumiyyətcə onun vəziyyəti çətindir. Bilirsiniz, yazıcının problemi bilirsiniz hardadır? Bu adam yazıcılığı evdə arvadına kitab oxutturmaqla ölçür. Yəni, düşüncəyə baxın. Yəni. Ona görə də siz indi bunu ciddi əsər yaza biləcəyinə inanırsınızmı? Hər halda oxunur o əsərləri. Onun öz autoriyası var. Yəni, bunu necə qəbul eləməmək olar? O deyir ki, öz arvadını evdə kitab oxutur. Ona çox ciddi bir faktla cavab vermək olar ki, o heç bir siyahıda onun müdürü Anar müəllimin adı yoxdur. O demək istəyir ki, Anar müəllim qeyri-ciddi yazıcıdır. Bu sualıma cavab versin. Buyurun, Nigar xanım. Bilirsiniz, dünya tarixində ən çox satılan yazıcı kimdir? Auditoriya müraciət edirəm. Bilirsiniz kim? İndiyə qədər hansı yazarın kitabı ən çox satılıb? William Shakespeare. 1 milyarddan çox kitabları satılıb. Yəni, bu o deməkdir ki, Shakespeare qeyri-ciddidir, yoxsa yüngül ədəbiyyatının nümayəndəsidir. Sonra, mən çox istəyirəm, necə dəqiqə, Tolstoy. Mikrofona danışın, xahiş edirəm, kim danışın? Xanım, 7 əsrdir, Nigar xanım, o 7 əsrdir. 7 əsr bilirsiniz nə deməkdir? 700 il. 700 ildir. Hər halda... Mən xahiş edirəm, Nigar xanım sözün kəsməkdə. Bir qulaq asın. Shakespeare, Tolstoy, Dostoyevski. Bunlar, yəqin ki, burada da bir 7 əsr keçib. Xəbərim var, yəqin ki, amma belə də çox vaxt keçməyib. Yenə də ən yaxşı satılan yazarlardır. Nədənsə, bax, bu argumenti gətirəndə daha bir söz tapılmır. Bu belədir, yəni fakt olaraq belədir. Bu yazıçılar həmişə oxunur, həmişə oxunacaq, həmişə.
əsrdən sonra, 10 əsrdən sonra da yenə də oxunacaq. Çünki bunlar istedadlıdır. Çünki bunlar çox gözəl yazıblar, yaradıblar. Və həmişə, bax, bunların əsərləri həmişə maraqlı olacaq. Mən yenə də deyirəm, yəni, düzgün münasibət deyil. Demək ki, mən ciddi yazaram, bunlar qeyri-ciddidir. Ədəbiyyat ədəbiyyatdır, fərqi yoxdur. Yüngül də, ciddi də, yəni, ümumiyyətlə, ayrı seçkil etmək düzgün deyil. Yazıcı, oxucu üçün yaratmalıdır. Və bunu demək ki, bilirsiniz, mən, bayaq siz buyurdunuz ki, mən ümumiyyətlə maraqlanmıram, oxumurlar heç oxumasınlar da, bu da düzgün deyil. Əgər belədirsə, səmimi ol, onda nəyə görə kitabı çap edirsən? Bilirsiniz nətərdir? Kağızı israf etmə və salam. Elə oxucular var ki, oxucular var. Doğrudan onlar kitab almasa da mən onlara kitab hədiyyə edirəm. Çünki mən bilirəm ki, adamlar həqiqətən oxuyurlar. Və bəzən bilirsən necədir? Hamı, bax, kimin kitabı az oxunur, oxucunu qınayır. Və hamı deyir ki, mən ciddi yazıram. Amma çox oxunur və indi sərhədlər itibdir. Sadəcə bizə gətirdiyiniz nümunələr faciəvidir. Faciə onda deyil ki, kitab oxumur. Faciə onda ki, siz ciddi ədəbiyyatın yerinə qeyri-ciddi ədəbiyyatı qoyursunuz və onun satıldığını deyirsiniz. Kim narazıdır? Mən dedim, bayaq da danışanda da dedim ki, vəziyyət necə olmalıdırsa elədir. Sonda belə demək istəyirəm ki, yəni çox gözəl bir filmdən Məşəd İbad oturur və bu yan ərəbcə danışır, heç kəs heç nə başa düşmür, o birisi tərəf fransızca danışır və çox böyük dəyərlərdən, belə qeyri-adi mənəvi, fəlsəfi haqlardan, amma bunu xalq başa düşmür. O da deyir, mən Tarix Nadirin yarısını oxudum, sizin nə demək istədiyinizi hələ başa düşə bilməmişəm. Yəni ki, bizim əgər əsas missiyamız xalqa müəyyən formada təfəkkürünü formalaşdırmaqdırsa, gəlin biraz da sadə yazaq, biraz da o Kafka zirvəmizdən aşağı düşək öz xalqımıza tərəf. Əlimizi uzadaq oraya, heç olmasa 1 metr onları qaldıraq. Yəni, biz Kafka olmasaq da olar, amma heç olmasa bizim xalqımız bir addım yuxarı qalxsın. Daha gözəl niyyətdir, niyyətlərin gözəldir inşallah. O səviyyədə çatarıq. Mən əsas, yəni, Nigar xanım və Akşin bəyə son sual vermək istəyirəm ki, bu vəziyyətin düzəlməsi siz necə görürsünüz? Yaxın perspektivdə ya uzaq perspektivdə, yəni Azərbaycan oxucusunun kitaba marağının artması, yəni bu hamıdan təbii ki, asılıdır. Mən inanıram ki, vəziyyət dəyişəcək. Məncə, yaxşılığa doğru gedir. Ən azı, bax, belə bir tutaq, belə bir veriliş var, ümumiyyətlə debat var. Axı, qabaq bir 10 il əvvəl heç bu cür söhbətlər də yox idi. Kitab yavaş-yavaş artıq həyatımıza qayıdır. Ola bilsin bir 50 ildən sonra vəziyyət dəyişər. Mən hesab edirəm ki, yəni düşünürəm ki, yazıcı heç vaxt oxucunun səviyyəsinə enməməlidir, onu öz səviyyəsinə qaldırmalıdır. Bizim bugünkü müzakirələrimiz Azərbaycanda ədəbiyyatın inkişafına hər hansı bir təkan verəcək. Yəni, mən belə bir fikirdəyəm. Amerika yazıcısı Ray Bradbury deyirdi ki, kitabı yandırmaq cinayətdir. Amma ondan da böyük cinayət var. Onları oxumamaq. Yəni, belə baxsa, Azərbaycanda bu cür dırnaqarası cinayətkarlar kifayət qədərdir. Və bu cinayətkarlığın azaldılması yalnız yazarlar, naşirlər və o kitabları satanlardan asılı deyil. Hamımızdan asılıdır. Və insanlarımızın bu mənəvi həbsxanalardan azad olması üçün hamımıza uğurlar. Hələlik deyirik. Gələn həftənin eyni günü bu studiyada yenidən görüşəcəyik, üzə gələcəyik.